Salam, bugün çox maraqlı bir mövzuya toxunacağıq. Liderlik və enerji. Bilirsiniz, liderlik təkcə tapşırıqları idarə eləmək deyil. Əslində, bundan qat-qat dərindir. Bu, bütün komandanın ruhunu formalaşdıran bir enerji dövriyyəsidir. Yaxşı, gəlin başlayaq. Sizcə bir liderin ən vacib işi nədir? Bir anlıq düşünün. Bəlkə də ağlınıza dərhal strateji qərarlar vermək gəlir, ya da layihələri idarə etmək. Bunlar adətən ilk düşündüyümüz şeylərdir, elə deyilmi? Amma işin əsli bilirsiniz nədir? Liderin əsas işi sadəcə qərarlar vermək deyil, enerjini idarə etməkdir. Bəli, düz eşitdiniz, enerji. Bu fikir liderliyə olan baxışımızı tamamilə dəyişir və əslində hər şeyə yeni bir pəncərədən baxmağımıza kömək edir. Yaxşı, gəlin elə birinci bölməmizdən başlayaq, lider bir enerji meneceri kimi. Gəlin liderliyin o klassik, ənənəvi tərifini bir kənara qoyaq və onun əsl mahiyyətinə fokuslanaq. Bəs enerji mərkəzli lider deyəndə nəyi nəzərdə tuturuq? Belə bir lider hər şeydən əvvəl komandasında güvən, məqsəd və motivasiya yaradaraq pozitiv bir ruh formalaşdırır. O, komandasındakı hər kəsə dəyərli olduğunu hiss etdirir. Hətta bir addım da irəli gedərək onlara xüsusi seçilmiş olduqlarını inandırır. Bu, sadəcə iş görmək deyil, bu bir hiss yaratmaqdır. İndi isə gəlin biraz da dərinə gedək və bu konseptin arxasındakı nəzəriyyəni anlayaq. İkinci bölümümüz pozitiv enerji dövriyyəsi. Burada hər şeyin bir-birinə necə möcüzəvi şəkildə bağlı olduğunu görəcəyik. Bu nəzəriyyəni Jennifer Henry irəli sürüb. Fikir çox sadə, amma çox güclüdür. Pozitiv enerji dövriyyəsi deyir ki, liderdən komandaya yayılan o emosional enerji var ha, bax o bir dövriyyə yaradır və bu qalıcı, müsbət bir təsirə səbəb olur. Sanki bir emosional rezonans kimidir. Bir insanın pozitivliyi bütün mühitə yayılır. Və bu slaydda ən maraqlı məqam odur ki, bu proses tək tərəfli bir yol deyil. Bu, tam bir dövriyyədir, bir-birini qidalandıran bir prosesdir. Baxın necə işləyir. Birinci addım, lider kiçik bir təşəkkür edir, ya da sadəcə inam dolu bir baxışla baxır. İkinci addım, işçi dərhal özünü motivasiyalı və dəyərli hiss edir. Üçüncü addım, bu gözəl hiss pozitiv əmələ çevrilir. Və nəhayət, dördüncü addım, bu enerji qayıdıb yenidən bütün kollektivə yayılır, hamını gücləndirir. Nəzəriyyə super səslənir, hə? Bəs real həyatda bu necə görünür? Gəlin, indi ən təsirli hissiyə keçək. Bir anın gücü. Bu, o abstrakt konsepti həqiqətən canlandıran, unudulmaz bir nümunədir. İndi ekrana diqqət edin. 60 saniyə. Bu rəqəmi ağlınızda saxlayın. Cəmi 1 dəqiqə. İndi isə bu rəqəmə baxın. 60 il. Aradakı fərq inanılmazdır, elə deyil? 1 dəqiqə və bir ömür. Və baxın, bütün hekayənin möcüzəsi də elə buradadır. Cəmi 60 saniyəlik bir səmimi ünsiyyət, liderin kiçik bir təqdiri, bir işçinin düz 60 il sonra belə xatırlayacağı bir motivasiya mənbəyinə çevrilə bilər. Təsəvvür edirsiniz, bir anlıq jest bir ömür boyu ilham verir. Bu həqiqətən də möhtəşəmdir. Yaxşı, bu enerjinin nə qədər güclü olduğunu gördük. İndi də keçək əsas suala. Biz bu enerjini necə yaradıb dövrəyə buraxa bilərik? 4-cü bölməmiz məhz bu haqdadır. Deməli, əsas məsələ budur. Böyük liderlər enerjinin öz mühitlərində itib batmasına imkan vermirlər. Tam əksinə, onun bütün komandada, bütün mühitdə dövr etməsini təmin edirlər. Onlar həm enerjinin mənbəyi, həm də ötürücüsü olurlar. Burada isə iki tam fərqli yolu aydın şəkildə görürük. Baxın, bir tərəfdə dəstək, etimad və yaxınlıq var, bunlar enerjini yaradır, artırır. O biri tərəfdə isə tənqid, təzyiq və məsafə, bunlar da enerjini sözün əsl mənasında sovurur, tükədir və seçim hər zaman liderin əlindədir. Və bu seçim, bilirsiniz, hər an, hər saniyə edilir. Liderin hər bir davranışı, hər bir sözü komandanın ümumi enerjisini ya qaldırır, ya da aşağı salır. Ortası yoxdur. Hər jestin, hər hərəkətin bir nəticəsi var. Artıq yavaş-yavaş yekunlaşdırırıq. Gəlin son bölməmizə keçək və bu mövzunu birbaşa sizə, yəni sizin təsirinizə bağlayaq. 5-ci bölüm, son söz, sizin təsiriniz. Jennifer Henry'nin bu sözləri məncə hər şeyi o qədər gözəl ifadə edir ki, pozitiv enerji paylaşıldıqca çoxalır. Rəhbərin bir gülümsəməsi bütün kollektivin motivasiyasına çevrilə bilər.
Bu qədər sadə, amma bu qədər güclü bir həqiqət. Beləliklə, söhbətimizi yekunlaşdırarkən sizə çox şəxsi bir sual vermək istəyirəm və bu sual təkcə rəhbərlərə deyil, əslində hamımıza aiddir. Bugün siz ətrafınıza hansı enerjini yayırsınız? Dəstəyi enerjisini, yoxsa tənqidi? Yaxınlığı, yoxsa məsafəni? Unutmayın, cavab da, təsir də sizin öz əlinizdədir.